Yine de MRT Hyper İnşaatda canlı sizlerle görüşe gelmişik. Bugün de benim tərəf müqabilim her zaman olduğu kimi yanımdadır. Bugün neden danışacağıq, neden söhbət açacağıq, tamaşaçıları necə sevindirəcəyik ki, onlar yalnız üst tutsunlar MRT Hyper İnşaata. Deməli belə, bir halda alçıpanlar görünürsə, deməli alçıpanlardan danışacağıq. Hava yavaş-yavaş isinir, hərdən yağış yağır, hərdən soyur, ancaq isinməyə doğru gedir tam olarak. İnsanlar başlayırlar ev təmir tikinti işlərinə və hər bir mənzildə, hər bir evdə məsələ istifadə olunması vacib olan, lazım olan ara kəsmələrdən və yenəmişliklərin qarşısını almaq üçün daha nələr. Yəni alçıpanlar hər yerdə lazımdır və vacibdir. Bir zamanlar yox idi, insanlar çox böyük problemlərlə qarşılaşırdılar. Nə bilim, diklərlə kəsirdilər, nələrlə kəsirdilər, sonra onun üzərinə müəyyən nələrsə vurmaq çətinlik törədirdi. Amma bu alçıpandan sonra bütün ustaların və ev sahiblərinin işləri eləyərlər, rahatlanıb. Əlbəttə. İndi danışaq. Demək, yeni gələn alçıpanlarımız hal-hazırda gördüyünüz kimi Ağdağ alçıpanları. Əvvəllər biz bunun satışını 9 manat 50 qəpik, 9 manat 70 qəpik, 9 və 50 qəpik satışımız idi. Ağdağın onluqları, ağ rəngləri. İndi hal-hazırda onlar böyük bir kampaniya düşüb, tam 6 manata düşür. 6 manata. Bəli, tamamilə doğrudur. 6 manata, 3 manat 50 qəpik birbaşa endirimlə 6 manata düşür. Onlara daxildir. Həm onun yaşıl rəngi onluğun ağı, onluğun yaşılı, 12 yarımlıq ağ, 12 yarımlıq yaşıl. Qiymət eynidir? Yox, qiymət eynidir, qiymət dəyişir əlbəttə. Ölçüyə görə qiymət dəyişir. Bəli, razmeriyə görə dəyişir. Həmişə nəmə davamlı yaşıllar ondan 1 manat, 2 manat ağdan baha olubdur. İndi yenə məsəl üçün 11 manata olan yaşıllar, 11 manat, o da avtomatik olaraq düşüb 9 manata. Yaşıllarımız burada. Bəli. Yaşıllarımız buradadır, ağlarımız buradadır. Çəkdiyimiz 12 yarımlıq alçıvandır. Bax, bunlar ikisi də. Bəli. 12 yarımlıq yaşıl, bu yaşıldan 12 yarımlıq Ağdağıdır. Yağ çəkdiyimiz ağın 12 yarımlığı idi və bu da gördüyünüz bu böyük stopkalar onluğun ağdır. Onluq ağ, Ağdağ. Onluq ağ, Ağdağ, sonra yenə onluq. Üstündə də hamısının, üstündə də əmtə nişanları var, yəni Ağdağ olduğu üçün. Əmtə nişanları var üzərində. Üstünə, hər alçıvanın üstünə yazılır. Ağdağ natural gips karbonları. Bəli. Yəni bunlar hal-hazırda yəni Azərbaycanda istehsaldır, daxili istehsaldır və bunların reklamları da var. Hal-hazırda gördüyünüz elastikləri çox güclüdür, elastikliyi. Həm fiqurlara, həm patoloqda çox gözəl effekti var. Yəni alanlar bilir onsuz, mənim ustalar bilir ki, Ağdağ nəyə qadirdir. Çox gözəl və çox keyfiyyətli gips karbonlardır bunlar. Və təbii ki, əziz dostlar, onu da qeyd eləyək ki, tək müəyyən yerlərin örtüklərində deyil, həm də biz bilirik ki, artıq evlərdə müəyyən bəzək işlərini görmək üçün də alçıpanlardan istifadə edirlər. Hətta twistnetlərin belə yığılmasında, tavanlara müəyyən bəzək yığılmalarında, eyni zamanda restoranlara belə, böyük şallıq evlərinə belə, ümumiyyətlə, yəni tam olaraq bax bu gördüyümüz natural, burada da yazılıqdır, gipsokarbon lövhələridir. Yəni bunlar olmasa həmin o detalları, həmin o gözəllikləri mənzilimizdə ala bilmirik. Və ən əsası insanlar hər zaman öz büdcələrinə uyğun alçıpan seçməyə çalışırlar və axtarırlar, araşdırırlar ki, harada bir qədər endirim var, harada daha ucuzdur. Yalnız və yalnız seçiminiz elə MRT Hyper İnşaat olsun ki, daima müştərilərini öz endirimləri ilə, öz yenilikləri ilə sevindirməkdə davam edir. Müəyyən balaca xostavarlar da olsun, gəlib patron götürürlər. İstəyirlər. Özləri üçün satışdan ötəri ki. Yəni ucuz alıb bir qədər üzərinə pul qoyub elinə satırlar. Bu Ağdağ alçıvanı hamı bilir ki, Ağdağ alçıvanın satışı bir də neçədir. Bütün Respublika bilir. Yəni ki, Ağdağ neçəyə çıxır, neçəyə satılır. Biz adətən belə alçıvanların ümumiyyətlə böyük həcmli olan şeylərin üstünə pul qoymurduq ümumiyyətlə. Adətən alış edilsə, elə də satılırdı. İndi hal-hazırda böyük kampaniyalarımız başladı. Mövsümə uyğun kampaniyalar, bir dəqiqə düşünürsünüz, ev işlərinin sezonudur. Ümumiyyətlə, hər şeyin, betonun da, ev tikməyin də, dam örtüklərinin də, düz hamısının sezonları başlayıb, həmçinin də alçıvan. Alçıvan da bir evə bir dənə gedən bir şey deyil, yəni alınanda çox alınır. 30 dənə, 40 dənə, 50 dənə, 60 dənə, onun üçün Mingəçevirdəyik, Mingəçevir cəmiyyəti üçün
belə bir hədiyyə deyək, belə bir hədiyyə. Belə bir kampaniya kampaniya başlamışıq. Və onu da başladıq. qeyd eləyək ki, tək Mingəçevirimizdən deyil, Azərbaycanımızın bütün bölgələrindən artıq biz lotereya oyunları keçirdəndə də kuponların çıxarılışından belə üzərində qeyd olunmasından belə bilirdik ki, hətta Qəbələmizdən belə, Şəkimizdən belə, Göyçayımızdan belə, Gəncəmizdən belə Mingəçevirə, yəni MRT inşaatı dostlar gəlirlər. Uzaq bölgələrdən də gəlirlər və Mingəçevir tam mərkəz orta olduğu üçün bizim bütün çıxışlarımız Yevlaq əraziyə çıxmaq üçün ən çox Yevlaq cəmaatı, Yevlaq kəndlərindən onlardan daha çox gəlir. Yəni Temur sosial şəbəkələrdən baxıb lap çox gəlir. Taxtalarımız da var. Keçiriksə elə danışa-danışa keçək ki, digər məlumatları da tamaşaçılarımızın diqqətinə çatdıraq. Onlar da görsünlər. Taxtalar da var. Taxtalar var, hər türlü razmerlər yenə olduğu kimi mövcuddur. 5-12-miz var, 5-10-umuz var. İstənilən bunun 4 metrəsi var. Yəni bu lazımda 6 metrəlikdir, yəni 4 metrəmiz də var. İstənilən 5-15-dir, 5-20-dir, 5-18-dir. Yəni istənilən razmerdə, istənilən ölçüdə taxtalar mövcuddur. Taxtalarımız var. 2 yarımlıqlar həmçinin 2 yarımın 10-a, 12-yə, 15-ə, 18-ə, 20-yə, yəni plus indi gedəcəyik qabaqda sizə reykalarımızda göstərəcəyik. Yəni istehsalda reykalarımız da var 5-in 3-ə, 5-in 4-ə, 5-in 5-ə. Yəni bir halda regionun ən böyük tikinti materialları mağazasıdırsa, bazasıdırsa, deməli burada hər bir şey olmalıdır. Qum var. İnsanlara 1 kisə lazımdır, 2 kisə lazımdır. Yəni bir maşına ehtiyac yoxdur. Bir dənə evdə məsələn bir balaca beton yer tökəcəyik. Ay getdi bir zil bizə o vaxtların elə idi. Elə gətirdi. Və yaxud kimsə gətirib tökürdü, həmin qonşudan xahiş edirdi, ondan götürürdü. İndi hal-hazırda kisə məhsulları, 2 kisə, 1 kisə, 1 kisə, 10 kisə, 10 kisə. 10 kisə. Su çənlərimiz. Su çənləri. İstənilən tonajımız var. İstənilən tonaj, hal-hazırda üstündə də olduğunu yazılır. Bəli. 1000 litr, yəni 1 ton. 1 ton. Ton yarım. Ton yarım. Bəli, 2 ton. 2 ton. Var o qabaqda 3 ton, hətta belə 5 tona kimi var. Və onun hələ 500 litrlərimiz də var. Yəni bir qədər böyük, kiçik, yəni tam olaraq kiçikdən böyüyə qədər başlayan bax belə çənlərimiz var. Türkiyə istehsalıdır. Keyfiyyəti olduqca gözəldir. Belə deyək, yaz, yay, payız, qış bütün fəsil mövsümdə biz bilirik ki, bu çənlər açıq havada qalır. Ona baxmayaraq onlarda deformasiyaya uğramaq və yaxud da qış olanda içərisində su donsa belə hətta çatlama, qırılma kimi problemlərlə qarşılaşmayacaq. Çünki istehsalçılar özləri də daha çox belə deyə ona diqqət yetirirlər ki, alan insanlar daha sonra gəlib bu barədə öz şikayətlərini bildirməsinlər ki, 1 aydan sonra, 2 aydan sonra, 3 aydan sonra, 1 ildən sonra problem baş verdi və bu problemin baş verməməsi üçün də mütləq şəkildə MRT inşaatı yaxınlaşmaq lazımdır ki, buradan alınan məhsullar həm keyfiyyətlidir, həm uzun ömürlüdür, həm də zəmanətlidir. Burada da reykalarımız var. Bəli, burada da reykalarımız var. Hal-hazırda yeni gələn reykalarımızdır. Yeni istehsal olunmuş reykalarımızdır. Bunları özümüz istehsal edirik. Fərq eləmir. Yəni 5-in 3-ə, 5-in 4-ə. Müştərinin istəyinə uyğun. İstəyinə uyğun, bəli. Çəkilir burada. Bəli, həm 4 metrələrimiz də var. Yəni hər cür, yenə 5-in 4-ə, 5-in 5-ə, 5-in 3-ə hamısının 4 metrəsi də var, 6 metrəsi də var. İstənilən kimisi gəlir, qardaş, mənim belə istəmirəm məsəl üçün. 5-in 7-yə, 5-in 8-ə, 5-in 9-ə istənilən razmerə çıxardıb veririk. Yəni müştərinin istəyinə. Heç bir, yəni tam şəffaf olaraq bunu edəcəyik. Yəni müştəri narazı qalmasın da. Çünki bura tamamilə MRT inşaatı böyük bazardır. Heç bir istəmir. Ev ola bilər ki 5 sm, 3 sm ölçü, hətta böyüklüyü, balacalığı da ola bilər. Ona görə də qalmasın belə ev sahibi ki, mən tam olaraq bu ölçünü istəyirdim. Hansı ölçünü istəyirsə, rahat şəkildə burada olan ustalarımız həmin reykaları çəkirlər və sizə təqdim edirlər. O səbəbdən burada düşünməyin ki, birdən gələcəm, əli boş qayıdacam deyə bir şey yoxdur. Çünki MRT inşaatda bütün yeniliklər baş verməkdədir və biz inkişaf etdikcə qarşıya gedirik, inkişaf etdikcə qarşıya gedirik və orada danışdıqlarımız alçıpanlar yenə də burada var. Nə qədər istəsəniz, yəni dostlar düşünməyin ki, bitəcək, tükənəcək, yox. Hətta belə deyil, baxın, yeni. Ağdağın. Bu da Ağdağın bayaq göstərdiyimiz 10-luq alçıvanıdır. Bu da Ağdağın, bu da dediyim kimi 6 manata düşən sırf ağ 10-luq ən çox istifadə olunan ağ. Ehtiyac duyulan. Yəni da çox adam yəni üstünlüyü ağ 10-luğa verir sadəcə. 12 yarımlıq müəyyən pilqarovkalara getdiyi üçün ən çox patologlar yığılmış, figurlar, bəzəklər yığılmış üçün ən çox istifadə olunan ağ 10-luq. Sadədə 10-luq alçıvan gedir. Burada da var yenə alçıvanlarımız. Burada da yəni markalar, firmalar dəyişir. Gilanın özü var, Gilanın alt hissəsi eko variantı var. Yenə Ağdağın yenə özü var və Ağdağın təkcə bunlardan bitmir. Ağdağın şipaplövkaları, Ağdağ dirəyi var, bəli, Ağdağın üzlüyü var, Ağdağın astarı var. Bəli,
mətanəti var Ağdağın. Müxtəlif işpapilovka deyiləndə işpapilovka yenə sementlərin nətər markaları dəyişdikcə, çeşidləri artdıqca onların da. Bəli, onların da təbii ki, gips əsaslı olanı var, üzlü əsaslı olanı var, astar əsaslı olanı var ki, əvvəlcədən astar istifadə olunur, daha sonra isə üzərini sığallı vəziyyətə gətirmək üçün üzlüklərdən istifadə olunur. Gipsdəki təbii ki, müəyyən yerlərdə bizə lazımdır, yəni ustalara lazımdır ki, korobkaların, rozetkaların bəlkəlilməsində, elektrik naqillərin keçirdiyimiz zaman üzərini rahat şəkildə örtüb yapışdırmaq üçün. Çünki şpapilovkalar bilir ki, bir qədər gec, ancaq gipslər daha tez quruduğundan, ona görə ustalar həm gipsdən istifadə edirlər, həm bu Ağdağ məhsuluna və Giper markası deyilən bir şeydir. O da şpapilovkadır. O da yəni eyni funksiyonu təbii ki, sadəcə olaraq yenə deyim, mətanət əslində Ağdağ mətanətində, yəni mətanətin. Mətanətin olduqca mətanət A, keramika yapışdırıcısı. Bəli. Bir dəqiqə regionda ən güclü, ən möhkəm, ən keyfiyyətli. Mətanət A deyiləndə yəni çox ustalarımız Kafel metlaq yapışdırıcısı. Özləri məsuliyyəti üstündən daha da tamamlanmaq, daha da şəffaf olmaqdan ötəri mətanət ayı üstünlük verirlər ki, onlarda bilirlər ki, 100% atma deyilən bir şey olmayacaq. İndi çoxdur, mətanətə aid keramika yapışıcıları çoxdur, hədsiz dərəcədə. Hər çeşiddə var, hər bir firmanın markası var bizdə, söz yox. Amma mətanət deyiləndə hamı bilir ki, mətanətlərdir. Və keçmişdə belə deyək də, bir 10 il, 15 il bundan öncə belə yapışdırıcılar olmadığı halda vanna otaqlarında kafellərin, metlaqların müəyyən vaxt keçəndən sonra qopub yerə düşməsinə şahid olurdu. Ancaq bu yapışdırıcılarla yapışdırılan kafel metlaq illər keçsə belə, kafelin üzəri qırılsa belə, o yapışdırılan yerdən əsla qopub düşmür. Ona görə də MRT inşaatda bütün məhsullar mövcuddur. Yəni, yetər ki, gələsiniz və öz cibinizə uyğun alıb, aparıb istifadə edə bilər. Ağdağın astarı. Bəli. Ağdağın hal-hazırda astarı. Üzərində qeyd olunub. Üzərində, hər şeyin üzərindədir. Çəkilər üzərindədir. Hansı hallardan nətər istifadə eləməyin, hansı formada qatılıb və hansı formada istifadə etməyiniz, hamısı yazılır üstündə. Üzərində var. Bəli, bəli. Və bu kisələr də gördüyünüz kimi içərisində tam olaraq üzdə olduğu kimi qalın plyonka materialı var ki, onu əhatə edir. Yağışdan, istidən, soyuqdan, sudan, seldən hər birindən rahat şəkildə qoruya bilir. Çox keyfiyyətli plyonkaları var, bəli, qoruyur. Uzun müddətli. Amma yəni bizdə necə deyim, bu çox belə ehtiyac olmur uzun müddəti qalmağa. Təbii, çünki alıb aparırlar. Çox istifadə, çox satışı bol olan Ağdağ məhsulları. Orada qabaqda da var. Amma gipsimiz var. Bu da həmçinin gipsdir. Eksportda özdə. Bəli, bəli, tamamilə doğrudur. Ağdağın və üzlüklərimiz də buradadır. Var, birbaşamız var. Ağdağın üzlüyü, bəli. Burada görürsünüzmü ki, belə Akdeniz deyilən bir marka var, Akdeniz. O da şpapilovkadır, bəli. O da yeni marka. Yenə deyirəm, hərənin düzdür, müxtəlif çeşidləri olur, hərənin bir istəyi var. Hər usta bir marka ilə işləyir, onu bəyənir. Kimisi gəlir ki, mən Ağdağ istəmirəm, Akdeniz istəyirəm. Yəni ona görə müştəriləri nəzərə alıb, biz hər markadan burada gətiririk ki, bunlar Akdenizli və var, Giperimiz də var hətta belə. Yəni hər bir şpapilovkanın hər bir çox çeşidləri var. Ara kəsmələrdə də var burada. Bir halda ki, burada dayanmışıqsa, operatorumuz da yəqin ki, bu məhsulumuzu çəkəcək və təqdim edək dostlara. Biz bunu əvvəl yanmış məftillərlə bir-birinə bağlamaqla vəziyyətə gətirdik. Daha sonra müəyyən vaxt keçəndən sonra onlarda belə o problem yaranması nəticəsində bir-birindən ayrılma halları baş verirdi. Amma indi tam olaraq belə gözəllikdə gəlir. İndi gözəl vaxtı, hər şeyin bol vaxtıdır. Sadəcə olaraq, bunlar beton üçün nəzərdə tutulur. Bəli, beton setkalar deyirlər adətən. Bunların da müxtəlif ölçülər, yəni diametr ölçüləri var. Belə standart ölçüdür. Amma məftillərin qalınlığı var, nazikliyi var. 3-lük, 4-lük, 5-lük, 6-lığa kimi hətta var. Bəli, hamısı bir qədər nazikdir, bir qədər ondan qalındı, daha sonra arxada olanlar qalındı, üstdə olanlar bir qədər də qalındı və get-gedə yavaş-yavaş qalınlığına doğru gedir ki, bəli, betonlarda çox rol oynayır, çox gözəl effekti var. Adi belə həyətyanın sahələrə beton tökəndə belə üzərinə istifadə edir ki, daha sonra çatlama baş verməsin. Mümkün deyil daha o çatlama olsun, çünki beton, bunlar məcbur, adətən müəyyən
stroylarda görürsən ki, yəni betli almaqlardan zaten Bəli, tikinti işlərində təbii ki. İndi müəyyən balezə yerlərə ayağının altı təmiz olmaqla hökumət bunlardan istifadə edirlər. Əslində çox gözəl və unikal bir variantdır ki, nə qədər də onun alt hissəsindən bu ara kəsmələrdən istifadə etməsək, müəyyən vaxtdan sonra mütləq çatlamalar baş verir. Ona görə də bax bu dəmir barmaqlıqlardan, bağlamalardan istifadə etsəniz, heç bir problem olmayacaq və illər keçsə də hətta çatlama, qırılma betonda mümkün deyil. Çünki bura əziz dostlar MRT Hiper İnşaatdır. Biz mütəmadi olaraq canlı yayımda olmaqla dostlara bu məkanımızda olan məhsullar haqqında, bölmələr haqqında ara sıra məlumatlar verir. Bugün də Alçıpandan danışdıq, eyni zamanda Ağdağdan söhbət açdıq, tamaşaçılara məlumat verdik. Nə qarşımıza çıxdı, yavaş-yavaş gəzəndə gözümüz gördüklərindən danışdıq, söhbət açdıq və bizim lotereyamız 365 gün davam edir. Əziz dostlar, bir daha qeyd edirəm. İlin 365 günü bizim lotereyamız var. Hansı vaxtda gəlsəniz, buradan alış-veriş etsəniz, hər 50 manatlıq alış-verişdə bir kupon sizə təqdim olunacaq. Zəfər günü ilə bağlı özəl bir lotereyamız baş tutacaq ki, və hər dəfədə biz lotereyalarımızda artıq Niva markalı avtomobili uduşa qoyacağıq ki, avtomobili olmayanlara bu daha şad xəbərdir və siz də gəlin MRT Hiper İnşaata nə qədər alış-veriş etsəniz, hər 50 manata görə bir kupon təqdim olunacaqsa, ad, soyad, ünvan yazılır və lotereya tarixləri artıq müəyyən olduğu vaxtlarda lotereya keçirdikdə sizin hər birinizi dəvət edirik, həm sosial şəbəkələr vasitəsilə, həm də dostlar artıq lotereyanın nə vaxt keçiriləcəyi haqqında əvvəlcədən məlumat verirlər, gəlirlər, iştirak edirlər və onu da qeyd edim ki, əgər pulunuz yoxdursa, heç də ürəyinizi sıxmağa ehtiyacı yoxdur. Bir kart, taksit kart, tam kart tam olaraq keçərlidir. Rahat şəkildə ala bilərsiniz və yerindəcə tək şəxsiyyət vəsiqəsinizlə kredit yazmaq və kredit götürmək rahat olacaq. Bizi sosial şəbəkələrdən izləyin əziz dostlar. Rəy bölməsindən rəy də yazın. Bizim paylaşımları daha çox paylaşın ki, dostlar hər biri MRT Hiper İnşaat haqqında daha ətraflı bilgilərə, məlumatlara sahib olsunlar. Hələlik söylüyürük, həmişəlik demirik. Çünki bura MRT Hiper İnşaatdır. Birlikdə diymək lazımdır. Bəli, bəli, bəli. İnşallah.